Yeri gəlmişkən əsir dəyişdirilməsi mövzusunda növbəti danışıqlar olub və razılaşıblar. Trump bununla bağlı bugün Tras sosial şəbəkəsində yazıb. Çox güman ki, yaxın saatlarda bunun reallaşmasının şahidi olacağıq. Bəs əsirlərin dəyişdirilməsi, hansı ki İstanbulda minin minə nəzərdə tutulmuşdu, növbəti mərhələ üçün uğurlu bir gediş hesab edilə bilərmi? Məsələn, Vatikanda görüş planlaşdırır Rusiya-Ukrayna tərəfi. Vatikanda nə dəyişəcək əgər görüş baş tutsa? Daha çox biz bunu siyasi şərhçi Vəli Əlibəyovla müzakirə edəcəyik. Vəli bəy, xoş gəlmişsiniz. Xoş gördük. Salamlayıram sizi. Biz hər dəfə sizinlə bu mövzuda danışırıq. Üstündən bir xeyli müddət keçir, amma baxırıq ki, müharibə davam edir. Bitmir, daha ağır şərtdə müharibənin davam etdiyinin şahidi oluruq. Amma İstanbul görüşü baş tutdu. Trump çox cəhd göstərir, Avropada nəsə eləmək niyyətindədir, Ukrayna daha çox fəaldır 30 günlük atəşkəs üçün. Amma burada da bir çox suallar yaranır. Ukraynanın 30 günlük atəşkəs nəyinə lazımdır? Daha uzun müddətli barışığa getmək üçün yollar axtarmağa dəyməzmi? Çox maraqlı sualdır əslində. Doğrudur, Ukrayna 30 günlük bir atəşkəsə təkid edir və bəzi analitiklər düşünür ki, bu 30 günlük atəşkəs Ukraynaya çox lazımdır. Çünki hazırda cəbhədə vəziyyət onların xeyrinə deyil. Bu müddət ərzində Ukrayna yeni silahlar əldə edə bilər, cəbhə boyu vəziyyətini sabitləşdirə bilər və daha uğurlu müdafiə sədləri qura bilər. Ona görə də Ukrayna bu 30 günlük atəşkəs rejimini təkid edir. Amma Rusiya da bunu başa düşür. Ona görə də o bunu heç bir cür qəbul etmək istəmir. Qəbul etmək istəmir. Amma əvəzində biz bayaqları Vladimir Putinin açıqlamalarını eşitdik. Artıq bufer zonanın yaradılması barədə müəyyən qurumlara, aidiyyəti qurumlara tapşırıqlarını verib. Rusiya addımlarını atır irəliyə doğru. Daha sərt, daha çox təzyiqlə müşahidə olunan addımlardan söhbət gedir. Bufer zonası sözün açığı gözlənilən deyildi indiki mərhələ üçün. Bəli, həqiqətən də elədir. Ümumiyyətlə, burada onun ritorikasında çox maraqlı bir məqam var. Ona birinci aydınlığı yetirmək lazımdır. Putin Ukrayna ilə sərhəd boyu terminindən istifadə edir. Sərhəd boyu dedikdə neyi nəzərdə tutur? Bu özü birinci sualdır, sözün açığı. Çünki BMT-nin nəzərdə tutduğu sərhəddirsə, Ukrayna ilə Rusiya arası bu işi tamam başqa nöqteyi nəzərdən təqdim edir. Yox, əgər Rusiyanın hazırda status quo nəzərə alaraq yeni bufer zonası yaratmaq istəyirsə, yəni söhbət artıq işğal olunmuş ərazilərdən əlavə olaraq bufer zonası yaradılması edirsə, bu artıq bir başqa yanaşmadır. Putinin dediklərindən hələ bu aydın deyil ki, Putin neyi nəzərə tutur? Sizdən mən elə soruşmaq istəyərdim. Bax, hazırda işğal etdiyi əraziləri bufer zonaya çevirmək Rusiyaya sərf edir, yoxsa işğal etdiyi ərazilərdən əlavə bir istiqamətlə zəbt edib onu bufer zonaya çevirmək daha faydalı olardı Rusiya nöqteyi nəzərdən. Əlbəttə ki, bugün üçün Rusiya müxtəlif mənbələrə görə bir 65 min kvadrat kilometr ərazini, Ukrayna ərazisini işğal altında saxlayır. 10 min kvadrat kilometrindəsi isə hələ də döyüşlər davam edir. Yəni nə Ukraynadadır, nə də ki Rusiyada. O nöqteyi nəzərdən ola bilsin ki, Putinin göstərişi ondan ibarətdir ki, bu 10 min kvadrat kilometrdə deməli, oralarda da artıq döyüşləri sona yetirmək və məhz ondan bufer zona yaratmaq. Bu birinci variantdır. Ancaq mən bir başqa bir deməli fikirləşirəm ki, ola bilsin ki, bəzi araşdırmalara görə qeyd olunur ki, Rusiyanın da artıq iqtisadi gücü həminki kimi deyil və belə davam edərsə, onun bundan sonra bir il yarım müharibə, bu səviyyədə müharibə aparmaq imkanı var. Ola bilsin ki, Putin başa düşür ki, bu özünü bəyan etmiş respublikalar, LNR, Donetsk və s. onları respublikalar kimi o başa düşür ki, heç bir halda dünya ictimaiyyətinə sıraya bilməyəcək. Hazırda işğal etdiyi ərazilər. Bəli, söhbət onlardan gedir. Ola bilsin ki, məhz bufer zona dedikdə, o ola bilsin həmin o respublikaları bufer zonası kimi təqdim edərək beynəlxalq ictimaiyyətinə həm özünün sülhpərvərliyini göstərmək istəyir ki, biz işğal etməmişik, biz sadəcə öz vətəndaşlarımızı müdafiə etmək üçün bufer zonaları yaratmışıq, saxlayırıq. Amma maraqlı gedişdir, fikir verirsinizsə. Yəni, bu ola bilər, çox maraqlı gedişdir həqiqətən də. Çünki bufer zonası belədir ki, necə ki Ermənistan bizim 7 rayonumuzu işğal altında saxlayır və bunu bufer zonası adlandırırdı, 33 ildən çoxdur. Putin də onları bufer zonası kimi təqdim edib və 10 illiklərlə, 100 illiklərlə saxlaya bilər.
Belə olan halda əlbəttə ki, bufer zonada əgər bu BMT-nin razılığı ilə və hər iki tərəfin razılığı ilə yaradılmayıbsa, bu yenə də işğal sayılır. Amma bir var ki, həmin ərazidə respublikalar yaransın və bir Rusiya tərəfindən tanınan respublikalar. Bir də var ki, bunu bufer zonası kimi təqdim edib beynəlxalq ictimaiyyəti biraz deməli razı salmaq və bunun da müqabilində əlbəttə ki, sanksiyaların yumşaldılmasını istəsin. Maraqlıdır. Görəsən pərdə arxasında Ukrayna tərəfi ilə belə bir razılaşma var. Yəni Ukrayna buna hə deyib bufer zonaların yaradılmasından söhbət gedir. Düşünürəm ki, əgər yəni bu elə bir şeydir ki, Ukraynanın nüfuzuna da çox xələl gətirməyəcək, yoxsa necə? Əslində bu Ukrayna üçün məqbul bir ssenari ola bilərdi. Pisin içindən ən yaxşısı. Pisin içindən ən yaxşısıdır. Çünki yenə də deyirəm, bufer zon o deməkdir ki, bu hələ də Ukraynanın ərazisi olaraq qalır. Aha. Yəni Rusiyanın ərazisi sayılmır. Və Rusiya da bunu birbaşa da olmasa, dolayısıyla tanıyır ki, bu ərazilər Ukraynanın əraziləridir. Mən onu işğal etmirəm. Sadəcə bufer zonası kimi saxlayıram. Bu da Ukraynaya imkan verir ki, vaxt keçdikcə qüvvə toplayıb və geri qaytarsın həmin torpaqları. Amma yenə də deyirəm, bu sadəcə mənim bir düşüncələrimdir. Putinin buna gedib getməyəcəyi hələ dəqiq bilinmir. Amma qərar verib, yəni açıqlamanı da biz eşitdik. Birləşmiş Ştatlar Senatında isə respublikaçıların Putinə bir xəbərdarlığı var. Deyirlər ki, Ukraynada atəşkəslə bağlı danışıqlarda iştirak etməsən, belə başa düşdüm ki, şəxsən Putinin iştirakını nəzərdə tuturlar. Etməsən, mümkün razılaşmalar pozularsa, onlar daha sərt sanksiyalar tətbiq etməyə başlayacaqlar Rusiyaya qarşı. Bununla bağlı yeri gəlmişkən Bloomberg nəşri bir yazı yazmışdı. Bəli, ümumiyyətlə Senatdan, Konqresdən sanksiyalarla bağlı müxtəlif, elə Avropa İttifaqından da sanksiyalarla bağlı müxtəlif hədələr, təhdidlər gələ bilər. Amma reallıq ondan ibarətdir ki, hələ ki bu sanksiyalar Rusiyanı geri çəkilməyə vadar edə bilməyib. Bu birinci. İkincisi də ki, Trumpın mövqeyi hələ bu vaxta qədər tam açıq olaraq bilinmir, aydın deyil. Yəni aydın olan odur ki, o Rusiyanı dəstəkləməkdə davam edir və daha çox Ukraynanın güzəştə getməsini istəyir. Çünki bu ən asan yoldur və həqiqətən də belə baxanda Rusiya demək olar ki, Ukrayna torpaqlarının bir 20%-nə yaxını işğal edib və onu o işğaldan əl çəkməyə vadar etmək heç də elə asan görünmür. Amma yenə də deyirəm, sanksiyalar əgər, mən keçən dəfə də bunu qeyd etmişdim, sanksiyalar əgər davamlı olarsa və bütün Avropa ölkələri tərəfindən, dünya ölkələri tərəfindən bu həyata keçirilərsə, o zaman Rusiyanı ağır günlər gözləyə bilər. Sergey Lavrovun bu gün açıqlaması olub. Yenə də Ukraynada prezident seçkilərinin keçirilməsini gündəmə gətirirlər. Olduğu kimi oxumağa çalışıram. Sülh sazişini Kiyevdə kimin imzalaya biləcəyinə qərar vermək üçün optimal variant Ukraynada seçkinin keçirilməsi olardı, Sergey Lavrov deyib. Deyir, Ukrayna hakimiyyəti arasında kimin legitim olduğunu görəcəyik. Burada bilmirəm nəyə işarə edir. Hazırki konstitusiya prezident tərəfindən çox təfərrüatlı təhlil olunub və görünür ki, Ali Radanın sədri haqqında danışmağa imkan verir. Mən belə başa düşdüm ki, hazırda Rusiya tərəfi Ali Radanın sədrini Ukraynanın legitim idarə edicisi görür. Yəni, Zelenskini qeyri-legitim hesab edirsə. Deyir, amma bəlkə də ən yaxşı variant seçkinin keçirilməsidir. Elə çıxır, bəli, elədir. Rusiya ümumiyyətlə onu nəzərə alaq ki, Rusiya təbliğat maşını Zelenskini bu vaxta qədər komik kimi və qeyri-ciddi, hətta başqa pis vərdişlərdə aludə olan bir şəxs kimi qələmə verib və təsəvvür edin ki, vəziyyət o səviyyəyə çatıb ki, bəlkə bugün Putin istəsə hətta onunla hansısa bir müqavilə bağlamaq, ictimai rəy, Rusiyadakı ictimai rəy o səviyyədədir ki, Putin buna getsə, Putinin imicinə çox ciddi zərbə olar. Ki, belə bir adamla sən niyə bir masa arxasında əyləşirsən? Bu birinci variantdır. Bunu Moskva özü yaradır da. Moskva özü yaradı, əvvəldən yaratdığı bir təəssüratdır. İkinci variant ondan ibarətdir ki, Kreml başa düşür ki, Zelenski ilə hər hansı bir danışıqlar mümkünsüzdür. O baxımdan ki, Zelenski torpaq güzəştinə getməyəcək, Ukrayna maraqlarına zid hər hansı bir güzəştə getməyəcək. Ona görə də o çalışır ki, seçkilər olsun. Seçki də bilirsiniz ki, elə bir prosesdir ki, ona kənardan müdaxilə etmək. Özdə Rusiyanın bunda xeyli təcrübəsi var. Çox asandır və onlar da düşünürlər ki, əgər Ukraynada seçkilər keçirilərsə, onlar bu seçkilərə təsir edə bilər və onlar daha sözə baxan və danışıqlara hazır olan dırnaqarası insanı seçdirə bilərlər və bundan sonra da onlar istədiyi sülhə nail ola bilərlər. Vəli bəy, belə baxanda müharibə şəraitində, yəni müharibənin davam etdiyi bir dövrdə seçki keçirmək mümkün deyil. Səhv eləmirəmsə, Ukrayna
konstitusiyasında da belə bir Doğru. məsələ var. İndi Rusiya seçki keçirilməsini istəyir, həm də müharibəyə davam edir. Bu məqamda əgər doğrudan da yeni seçki istəyirsə, arzuluyursa, müharibəni bu səbəblə razılaşdırıb dayandıra bilməzlər. Yaxşı, buna niyə getmir əgər Zelenskinin devrilməsi niyyətindədirsə? Bu ikinci tərəfdən də dediyiniz məsələdir. Bir tərəfdən o düşünür ki, biz Ukraynada seçki keçirilərsə, biz ona təsir edib neysə dəyişə bilərik. İkinci tərəfdən də o çox gözəl başa düşür ki, Ukraynada Zelenskinin nüfuzu olduqca yüksəkdir. Yəni bu özü də bir növ Rusiyanın risk qarşısını qoyur ki, biz birdən atəşkəs edərik, 6 aylıq atəşkəsə imza atarıq və bu dövr kifayət edir ki, Ukraynada prezident seçkiləri keçirilsin və bu müddət ərzində Ukrayna həm yeni silahlar əldə edə bilər, bu qeyd etdiyim kimi, cəbhə boyu situasiyanı düzəldə bilər və Zelenski yenidən seçilərsə artıq Rusiya artıq indiki üstünlükdən bəhrələnə bilməyəcək. Ona görə də onlar qalıblar iki, necə deyərlər, seçim arasında. Sizcə bu atəşkəs olsa, razılaşdırılsa, Ukrayna Zelenski seçkilərə gedərmi? Gedər məncə də, bəli. Çünki o da başa düşür ki, kənardan təzyiqlər çox ola bilər, müdaxilələr çox ola bilər və həqiqətən də vəziyyət o səviyyədədir ki, kiməsə, lap elə Zelenski öz komandasında kiməsə etibar etmək bu gün biraz çətin məsələdir, müşkül məsələdir. Hər kəs müxtəlif qüvvələrə işləyə bilər. Amma burada bir maraqlı məqam da var. Bu çox çətin dövrdür Ukrayna üçün. Bu ağır yükün altına kimlərin keçəcəyini gözləyə bilərik? Bu çətin məsələdir həqiqətən də. Misal üçün, bir çox şəxslər var ki, onlar indidən seçkilərin keçirilməsini istəyirlər. Zelenskiyə qarşı qatı müxalifətdə dururlar. Adlarını çəkmək istəmirəm. Amma onlar da açıq Rusiya pərəst mövqe tuturlar. Yəni, bu kimi şəxslər var. Onlar artıq öz mövqelərini bəyan ediblər. Amma yenə dediyim kimi, əgər Zelenski, mən düşünürəm ki, onun buna müdrikliyi çatar. Əgər o istəsə, Ukraynanın deməli, xoş gələcəyini istəyirsə, o yenidən seçkilərə qatılmalıdır və ya ki, heç olmasa özünün etibar etdiyi bir namizədi dəstəkləməlidir. Aydındır. Bayaqları biz Birləşmiş Ştatlar Senatında respublikaçıların Vladimir Putini yeni sərt sanksiyalarla hədələməsini vurğuladıq. Bilmirəm, yəqin ki, xəbəriniz var. Donald Trump buna qarşı çıxıb. Baxmayaraq ki, respublikaçıların təsir etmək istəyi olub, amma Trump deyib ki, mən bu qaydalara, mən bu sanksiya təhdidlərinə qarşıyam və belə bir şey mümkün deyil hazırda məqamdan söhbət gedir. Bəli, respublikaçılar arasında baxmayaraq ki, onların nümayəndəsi prezidentdir, amma respublikaçılar arasında da Trumpın siyasətini qəbul etməyən qüvvələr var, Putini işğalçı sayan qüvvələr var və əlbəttə ki, bu Trumpın siyasəti ilə də əks gedir. Trump bunu heç vaxt qəbul etməyəcək, çünki o özünü bir növ danışıq aparan tərəflər arasında bir moderator kimi görür və o elə əvvəl də qeyd etmişdi ki, əgər mən də Putini işğalçı kimi tanıyaramsa, o zaman o mənimlə danışığa getməz. Yəni, o məni moderator kimi qəbul etməz. Ona görə də əlbəttə ki, Trump bunu qəbul etməyəcək. Bu bir. İkincisi də ki, dediyim kimi, Trump Rusiyaya və Putinə münasibəti tam fərqlidir. Nəyə əsaslanır, bunu dəqiq bilmək olmur. Amma ki, hələ görünən odur ki, Trump Rusiyaya qarşı ciddi sanksiyaların həyata keçirilməsinə əleyhinədir. Bəs burada Avropa məsələsi necə vurğulana bilər? Çünki söz-söhbət gəzir, biri deyir, Amerika tərəfi bu vasitəçi kimi prosesdən uzaqlaşsa, Avropanı öz mövqeyində qoymağa cəhd göstərir. Kimi deyir, indiki məqamda Trump həm də Avropanı paralelinə çəkmək istəyir ki, 3 tərəfli, 4 tərəfli və ya 5 tərəfli bir danışıqlar masası yaratsın. Avropa isə konkret Rusiya əleyhinədir, Rusiyaya qarşıdır və bu müharibədə Ukraynanın qalib olması üçün üzdə görünən odur, əlindən gələni edir. Bəli, elə o günləri Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar, 17-ci sanksiyalar paketini təsdiqlədi. Bu da ki, Rusiyanın neftinin qara yollarla xarici satılmasıdır. Çünki araşdırmalar göstərir ki, bu gün Rusiya hərbi maşının işlənməsində əsas rol və məhz bu qara yollarla satılan neftin rolu çox böyükdür və Avropa İttifaqı da çalışır ki, bu sanksiyalar yolu ilə deməli, maliyyənin axınının qarşısını alsın. Amma necə olacaq bu, nə dərəcədə, çünki Putin və ümumiyyətlə Rusiya qara yollarla mal satmağı, öz sanksiyaları kənardan keçmək məsələsində
çox kreativdirlər, onlar yeni yollar fikirləşirlər. Ola bilsin ki, qısa müddətdə bunların hansısa təsiri olsun, amma uzun müddətli perspektivdə bu da düşünmürəm ki, lazımi nəticəni versin. Vəli bəy, çox sağ olun. Mən təşəkkür edirəm sizə dəvətimizi qəbul etdiyiniz üçün. Siyasi şərhçi Vəli Əlibəyov studiyamızdaydı. Hazırda bütün dünyanın danışdığı üç mövzudan biri Rusiya-Ukrayna mövzusudur. Müharibə bitmir, müharibə davam edir. Hətta Putin bufer zonanın yaradılması ilə bağlı bir qərar verdiyini açıqladı. Amma burada bir məsələ gündəmdədir. Görəsən, hazırda da işğal etdiyi ərazilərin bufer zonaya çevrilməsini burada vurğuluyur, yoxsa mövcud sərhədlər deyəndə nəyi nəzərdə tutur? Vəli bəy də bu məsələyə toxundu ki, bəs tam açıqlanmadı, tam bəlli olmadı. Amma çox güman ki, yaxın günlərdə hamısına aydınlıq gətiriləcək.